Quran-ı Kərimin bəzi ayələrinə bəziləri irad tutur ki, Allah Teala niyə insanı təhqir edir? Deyir ki, bəzi insanlar heyvandan da daha azğındılar. Təhqir deyilmi? Xeyr. Bu təhqir deyil, təhqiqdir. Bu həqiqəti üzə çıxartmaqdır, bu reallıqdır. Bunun təhlili çox uzundur, amma bir-iki kəlmə ilə. Məsələn, İnsanlar öz həyətlərində, kənd yerində toyuq saxlayırlar. Və bu toyuqlar da qorxaq olur. Ailə üzvlərindən lap körpə bir uşaq da görürsən toyuğa yaxınlaşanda toyuq qaçır. Qorxur, qaçır. Amma elə ki, o toyuğun altına yumurta qoyursan, o bala çıxarır, 3-4 dənə bala çıxarır və ana olur, daha böyük, kiçik, heç kəs o toyuğa yaxınlaşa bilmir. Hətta qırğı, qartal, qarğa belə quşlar, yırtıcılar da toyuğa yaxınlaşa bilmirlər. Var qüvvəsi ilə döyüşür. Bilir gücü çatmaz, amma döyüşür. Niyə? Çünki artıq anadır. Anadır nə deməkdir? Yəni artıq qoruyacağı bir balası var. Yəni onun bir namusu var, namusunu qorumalıdır. İndi bu Allahın bir heyvanıdır, toyuqdur. İndi bir insan öz vətənini qorumaqdan imtina edirsə, öz torpağını qorumaqdan imtina edirsə, öz müstəqilliyini qorumaqdan imtina edirsə, bir insan öz namusunu, qeyrətini qorumaqdan, haqqı, ədaləti qorumaqdan imtina edirsə, sual, o heyvan yaxşıdır, ya bu insan yaxşıdır? Və yaxud təlim görmüş ov iti. Görsən, ovçu onu göndərir bir, məsələn, quşun dalıyca, bir heyvanın dalıyca, ovladığı nəyinsə arxasıca, məsələn, kəkliyin arxasıca. Görsən, o it acdır, susuzdur, amma gedir o kəkliyi tutur, toxunmadan, yemədən gətirir, verir sahibinə. İndi sahibi o heyvandan, ovdan nəsə versə ona yiyəcək, verməsə yeməyəcək. Amma tox bir insanı vəzifəyə təyin edirsən, o qədər rüşvət alır, o qədər yeyintiyə yol verir, o qədər basıb talayır ki, insan fikirləşir, o it yaxşıdır ya, bu insan yaxşıdır.